He dostlar, Laçın rayonunun Qursu kəndərəsindən hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Mən bu indiki video, çəkdiyim video Qursu kəndindən bax belə bir dənə uçuq evin yeridir. Yəni ev yoxdur. Evin yerindən bir balaca sizə çəkirəm. Bu yer rəhmətlik Musa kişiyə aiddir. Cəfərov Musa Fərəşoğlu. Musa özü rəhmətə gedib, Allah rəhmət eləsin. Yoldaşı Sədaqət xanım daim qızıdır. Allah ona da can sağlığı versin. Nəvə nəşəsin, Allah salamat eləsin. İnşallah boya başa çatdırsın. Hə, bax bu evdən mən sizə az da olsa çəkiliş edirəm. Mənim bunu o gün də çəkmişəm. Bu evin videosunu ancaq o günü mən çəkən vaxtı burada Bəlkələrə mən aydınlıq gətirməliydim. Qısa olub video. Ancaq yenə də gəlmişəm, yenidən çəkirəm. Bax bu evin bu tərəfdən belə göstərirəm. Bax elə bir təxminən orada 80 sm bax belə divar qalıbdı. Bütün hamısını uçurduqlar. Ev görünür ki, bax belə oradan az olsa da bir hissədən görünür ki, ev təmiz olub. Yəni burada bir neçə il olsa da yaşayıblar. Bu ev kimi yox, evin birinci mərtəbəsi sayılırdı. Mən də bu evdə biraz da iş görmüşəm, onu da dəqiq bilirəm. Alçaq padval tipli ev olubdu. Bundan sonra fikir vardı ki, ikinci mərtəbə qalsın. Ancaq sonra iş elə oldu ki, ermənilər buranı işğal edəndən sonra da biz buradan getdik. Ev bura qədər heç kim bunu yəni gəlib görməyib, ziyarət eləməyib. Mən o gün təxminən 10 gün bundan əvvəl oğlu Əlağa ilə nəvəsi Musa ilə bura gəlmişik. Buranı ziyarət eləmişik. Ancaq indi yenə də mən bəzi səbəblərə görə mən təkrar gəlmişəm. Mirik kəndindən bura 3 kilometr yoldur. Gəlib yenə də bu evi təzədən yenə də çəkməli oldum. Yenə bu bir otağı yəni yaxınlaşıram. Bax belə. Burada yenə balaca bir otaqdır. Yəni ola bilsin ki, konu kimi nəzərdə tutulubdur. Mətbəx. Belə təmir olmuyor. Ancaq bu otaq təmir olur. Ermənilər bura gələn vaxtı bu kənddə bizim bu Qursu kəndində deməli yaşayış olmuyor. Ancaq ki, onların məqsədləri, fikirləri belə məqsədli şəkildə tam o olubdur ki, kəndi yandırsınlar, dağıtsınlar, hər şeyi məhv eləsinlər. Yəni bura bir də cəmaət bura qayıtmasın, yəni yaşayış olmasın. Ona görə də hər yeri dağıdıblar, həm də qarat ediblər. Məhləni siz baxın ki, bura çox hündür bir yerdir. Kətdən bura nə qədər məsafədə yoldur. Ancaq yenə də onlar bura cəhd eləyib, çıxıb bu məhləni indi nə şəkildə bilmirəm, qarat olunur, nə olur. O dəqiq onu demək olmaz, ancaq yandırıblar. Yandırıblar, bax belə ağac burada işıq stolbası olubdur. Yəni bax, yandığı görünür ki, bax tam şəkildə buralar yanır. Yəni sonra məhəllədə nə olubsa onu dəqiq deyə bilmərəm, ancaq buradan qalan 3 dənə ağacdır. Bu 3 dənə ağacda sizə göstərim. Bax belə bu alça ağacıdır. Alça dəqiq bilmək olmur. Alça. Yoxsa cəvalı ağacıdır. Cəvalı ağacıdır. Oradan aşağıdan yarpağı görür ki, cəvalı ağacıdır. Tam belə quruyubdur, yəni məhv olub. Ancaq bu bir üzdən 2 dənə ağac bax belə yanbayan armud ağaclarıdır. Armud ağacı suya davamlı olduğu üçün bunlar bir balaca göylü saxlayıblar. Yəqin ki, bundan belə gəlir buna su verən olsa, yəqin ki, göylüyü özünə qaytarar, yəni durumu daha yaxşı olar. Bu məhəlləyə gəliş-geliş çox çətin olub. Bunun rəhmətli, Allah rəhmət eləsin, Musa kişi özünün o vaxtı Urusun deyəndə o Qaz 66 maşın deyirlər. Yəni çox güclü maşındır. O maşınla bura bax bu daşı qayanı gətirib bu evi düzəltmişdi, tikmişdi çox çətinliklə. Mən səhv eləmirəmsə yolda bax bu yüzdən belə hansı yollansa gəlib bax bu tərəfdən gəlib çıxırdı bura. Ancaq indi Musa kişinin evindən, yurdundan qalan bax budur. İndi rəhmətli Musa kişinin həm oğlu buradadır, Əlağa özün də bura gəl, həm də nəvəsi. Musa kişinin adı daşıyır nəvəsi. Ay Musa, indi bax sənin baba yurdundur. Gör baba yurdun nə vəziyyətdədir. İndi gələcəkdə siz burada nəsə bir iş görə bilərsiniz, yoxsa yox? Görə bilərik. Başda Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. İnşallah
İnşallah gələcəkdə gəlib burada buranı tikərik, düzəldərik, burada yaşayarıq. Birinci səfərdir gəlirəm mən bura. Çox gözəl yerlərdir. Sağ olsun bax Musa balamız ilk növbədə şəhidlərin adını tutdu. Şəhidlərimizə rəhmət oxudu. Qazilərimizə şəfa dilədi. Allah sizə də can sağlığı versin. Ay Musa. Ali ağa sən də gəl bura bir dəqiqə. Sənin qaçmaqla deyil, gəl bura bir dəqiqə. Gəl. Hə, nəysə, oğlu da kövrəldi biraz. Yuxaldı, yəni bu böyük zəhmətlə başa gələn ev bu vəziyyətdə olduğu üçün bir balaca indi ağırdı, söz demək istəmədi. Əlağa, oğlu Əlağa buradan çıxanda 12 yaşı olur. Elə biləm, elədi Əlağa. Hə, 13 yaşında çıxıb bura. Bu güclə xatırlayır. Yəni ki, xatırında o qədər də nəsə qalmayıb. Bax, rəhmətli Musa kişinin evindən bu qədər. Hə, da başqa burada deyəsi elə bir söz qalmadı. Yəni həyat baca da burada görüşür ki, bax belə gül çiçək içindədir, düzdür. Ev dağılsa da ancaq erməni milləti bu ota sonra bəzi şeylərə əl vura bilmir. Yəni ot təbiətin gücü ilə yaranır, bitir. Bunun kökünü kəsə bilmirlər. Hə, mən yenə bu Birizdən kəndin görünüşünü sizə az da olsa göstərim. Qursu kəndi bax burada belə çox maraqlı, çox gözəl görünüşü var. Dərənin iki dərənin içindədir. O üz bu üz bax belə görüşür. Çox bir maraqlı yerdir. Burada vaxtilə bu hansı tarixə aiddir onu deyə bilmərəm, ancaq bizdə orada talalar görüşür. Bax qədim zamandan o talalar düzəlib əkin, biçin yeri olubdur. Deyilənlərə görə bax bizdə zəyrək deyilən bitkilər o talalarda əkilmişlər vaxtilə. Çox bir qədim vaxta aiddir onlar. Bax belə görüşür bütün yal hamısı bax belə dağ gedir. Həmin ki o demiyə talalarla bax belə bağlıdır. Görünür ki burada da vaxtilə indi onu deyə bilmərəm hansı tarixə aiddir. Ola bilsin ki bəlkə də 1000 il tarixi var, 2000 il tarixi var. Onu biz bilmərik. Bizim dövrdən çox əvvələ aiddir. Yəni bura qədim kənd olaraq sonra da burada bizim cəmaatımız gəlib bu üst bulağın sahəsində gəlib burada yerləşib. Üst bulağın biri Korca bulaq, böyük bulaq, aşağıdan bir bulaq da var. Onu deyə bilmərəm, ancaq üst bucaq şəkildə 3 dənə bulaqdır. O üst bulağa görə cəmaat buraya yerləşib, burada tikilib. İndi mən burada çəkiləsi yerlər çoxdur, ancaq bu videonu burada tamamlamaq istəyirəm. Gələcəkdə yenə bu kənddə başqa videolar çəkəcəm. Rəhmətli Musa kişinin yerindən də bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Bir daha videonu izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.